Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli Şaxsuyəndə, yəni Azərbaycan Dövlət Universitetinin 4-cü korpusuna çox yaxın bir ərazidə, yəni demək olar ki, mərkəzi yolda 5,2 sot torpaqda 2 ədəd daşınmaz əmlak satılır. Yəni məhlə evidir, 2 ev satılır. Bax bu sözü əvvəlcədən dedim, bilin. Deməli, hal-hazırda siz deməli daşınmaz əmlakın birində yerləşirəm mən. Mən yerləşirəm. Bax buranın ölçüsü 9-un 4-dədir. Gördüyünüz bax bu deməli pəncərənin arxasında 4-ün 4-ə yaxud 4-ün 5-ədir. Çünki qapı bağlıdır. Mən dəqiq deyə bilmərəm. Bax belə bir otaqdır. Burada bir zal, 2 otaqdır. İkinci otağa keçirəm. İkinci otağın ölçüsü həqiqətən böyükdür. Mən hardasa 12 metre hesabladım. Eni isə 5 metrdir. Bax bu cürdür. Kör otaq yoxdur. Bax hal-hazırda deməli mən yenidən bax bu otağı göstərirəm. Eyni zamanda böyük otaqdır. 5 metrin 12-yədir. Təxminən bu cürdür. İndi isə bax bu gördüyünüz deməli qapının arxasında obyekt yeri var. Obyekt yeri də mərkəzi küçədədir. Dediyim kimi deməli Azərbaycan Dövlət Universitetinin 4-cü korpusuna çox yaxın bir ərazidə yerləşir. Məxrəsə bağın aşağı tərəfidir. Başqa regionlar üçün dedim. İndi isə qapıları göstərirəm. İndi isə mətbəxinə keçirəm. Bax bura bu daşınmaz əmlakların birində olan mətbəxdir. Bax bu mətbəxdir. Bunun arxasında isə təmirli bax belə bir hamamdır. Gördüyünüz kimi bura bu zonadır. Bura isə hamamıdır, düzü sudur. Ona görə keçə bilmədim. Ancaq gördüyünüz kimi təmirlidir. Bax belə bir 5,2 sot torpaqda yerləşən 2 ədəd daşınmaz əmlakın hal-hazırda ikincidə bir balaca əl gəzdirmək lazımdır. Qiyməti 140 min manatdır. Ancaq mənə deyilənə görə razılaşması var. İndi bax bu həyət evinin deməli məhləsini göstərəm. Rahat halda maşın daxil olur. Yəni hər bir halda maşın daxil olur. Deməli maşın daxil olur. İndi qarşıdan hardasa 9-10 tonluq baseynisi var. İndi isə mən sizə ikinci daşınmaz əmlakı göstərirəm. İkinci daşınmaz əmlakı göstərirəm. İndi ora daxil oluram. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Bax bu sol tərəfdə deməli darvazadır. Yenə təkrar edirəm. Rahat halda maşın daxil olur. Bax bu birinci daşınmaz əmlakdır. Burası isə ikinci daşınmaz əmlakdır. Hər ikisi 5,2 sot torpaqda yerləşir. Qiyməti 140 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Burada isə deməli bir zal, 2 otaqdır. Bir zal, 2 otaqdır. Düzdür. Burada iş görmək lazımdır. Çox yaxınlıqdan təzə 20 nömrəli marşrut işləyir. Eyni zamanda deməli köhnə 24 nömrəli marşrut işləyir. Bax həmin yoldan bildiğiniz hansı yol deyirəm. Burada koridor proyektlidir. Yuxarı hissəsini görürsünüz. Yəni iş görülür. Bax buranın qapısı buradan olmalıdır. İkinci otaqdır. Bax bu deməli burada gördüyünüz kimi təzə tikilişdir. İş görülməlidir. Bax bu deməli şkafın arxasında zalıdır. 5-in 5-ədir. Yox, hətta 5-in 6 olmalıdır. Bu cür deyildi. 2 ədəd pəncərəsi var. Dediyim kimi kör otaq yoxdur. Burası isə otaqlardan biridir. Ölçüsü buranın deməli 4-ün yenidən mən üst hissəsini göstərəm. 4-ün harcısı 6-yadır. Bax belə 2 ədəd daşınmaz əmlakın qiyməti 140 min manatdır. Qiymətində razılaşma olmalıdır. Burası isə mətbəxdir. Gördüyünüz kimi mətbəxi böyükdür. Bax burada təzə tikilişdir. Çox işlər görülür. 2 qat kubiklədir. Badvalı var. Sənədi dediyim kimi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Bunun eyni zamanda bax bu ərazi deməli Məxrəsə bağına yaxın bir ərazi demək mümkündür. Obyekt yeri var. Bildiyiniz kimi burada bu ərazinin deməli şagirdləri 22 nömrəli orta məktəbə gedir. Başqa regionlar üçün də belə deyə bilərəm ki, yəni Şaxsuyəndə köhnə Şəmkir avtovağzalının üst tərəfi, yəni elə belə üst tərəfi yox, Safisem üst tərəfi demək mümkündür. Bir tərəfdən də Xan bağına çıxır. Bildiyiniz kimi bu yol.
Bax belə bir 2 ədəd daşınmaz əmlakın qiyməti 140 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar. Mərkəzi yolun özündə yerləşir. Bax belə. Sizlərə uğurlar.